Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Salam əziz yoldaşlar, əziz həmvətənlərim, hamınızı salamlayıram. Bugün sizə qısa olaraq sınaqlar qrupundan məlumat verib gələcəm. İndi mənim də işlərim var orada. Amma çalışdım, o da ki, qismət belə. Deməli, sınaqlarımız buraxılışa tam uyğun hazırlanıb. Biz 2 ay bu qrupda olacağıq. 2 ay ərzində ilk olaraq buraxılış imtahanlarının hamısını işləyəcəyik. Hamısını dediyim də 2017-də etməyəcəyik. 2021-dən 25-ə qədər bütün düşmüş sualları bir yerdə, yəni həm sizə sınağı göndərəcəm, həm izahını göndərəcəm. Əlavə olaraq buraxılışa düşə biləcək suallardan ibarət bizdə sınaqlar var. Bu sırf buraxılış sınağı dediyimiz, içində loqaritması, ehtimalı, funksiyası, nə bilim, trigonometriyası, tənlik və s. fəzası, hər şey var. Tam olaraq buraxılışa uyğundur. Bilirsiniz ki, buraxılışda müəyyən mövzular var ki, onlar həmişə düşür. Məsələn, ehtimal həmişə düşəcək. Sonra, məsələn, deyək ki, trigonometrik funksiyalardan bir sual, trigonometrik tənlikdən bir sual düşür. Onları yenə yerləşdirmişik. Sonra loqaritmik funksiya bir düşür, tənliyi, üstü tənliyi və s. onlardan bir düşür. Elə suallar var ki, həmişə onlar olur. Məsələn, kompleksdən bir dənə sual düşür. O da çox zaman asan sualdır. Çünki kompleksdə çətin sual yoxdur. Hər şey çıxarırlar, arqumenti və s. sadə bir şeydir deyə. Məsələn, ona aid sınaq da hazırlayıram hal-hazırda 25 sualdan ibarət. Daha doğrusu var sınaq. Biraz düzəliş eləyib qrupa onu da göndərəcəm. Yəni qısaca nə lazımdır sizə, öz şagirdlərimə nə işlədirəmsə, həmin qrupda uşaqları da işlədəcəm. Bundan əvvəlki sınaqlar qrupunda olan uşaqlar var. Orada deyəsən bir 15 sınaq demişdik. 20-ni ötdük, yəni 30-a yaxın nəsə paylaşa bilmirəm. Əlavə də PDF-lər göndərirəm əvvəl paylaşdıqlarımızdan. Mövzu sınaqları göndərmişdim, birinci hissə sınaqları. Bu isə artıq birinci hissə yox, sırf buraxılışdır, ümumi hər şeydən suallar var. Qrupa qoşula bilərsiniz, tam əminliklə, əmin əllərdəsiniz, narahat olmayın, Vüsal stili demiş, Hüseyn stili sınaqları ilə qarşınızdayıq. Burada WhatsApp nömrəsi var, yazın, ödənişlə bağlı və s. hamısı ilə bağlı ümumi sizə məlumat göndərilsin. İstəsəniz qoşularsınız, istəməsəniz də buradayıq. Ödənişsiz də vaxtım olduqca nələrsə eləməyə çalışıram YouTube-da. Sabah isə bizim ödənişsiz, elə ödənişsiz deyən kimi gördünüz, gəldi. Yalan danışmırıq yəni. Buraxılış yox, daha doğrusu sınağımız olacaq. Həm 9-lar üçün, həm 11-lər üçün. 10-cular da təbii ki 11 sınağını da işləsin, 9 da işləsin. Görək arada fark varmı kimi bir şey oldu. Aradakı 7 fərqi taparsınız və şərhlərə yazarsınız. Sabah yəqin saat 11-də linki paylaşarıq. Müəllim harda paylaşarsınız? Hər yerdə paylaşacağıq. Instagram, YouTube, Telegram, WhatsApp kanalı hər yerdə görəcəksiniz. Yəni narahat olmayın. Sabah səhər oyanın siz. Rahat olun. Hardasa linki görəcəksiniz. Oyandım bir də baxdım ki link gəlib evə. Gözümü kararttım. Sakat kalmaktan korkmuyorum. Narahat olmayın. Hər yerdə olacaq. Özünüzə yaxşı baxın. Qismət olsa yenə görüşərik. Olmasa da Allah amanında. Mənim əzizlərim. Canoşki, səni öpöşki.